Salam dəyərli tələbələr, hər birinizi xoş gördük. Bugün biz toxuma anlayışına baxacağıq bitki toxumasının üzərində. Gəlin baxaq görək toxuma nədir? Quruluşu və mənşəyi eyni olan, eyni funksiyanı yerinə yetirən hüceyrələr və hüceyrə arası maddələr qrupuna nə deyilir? Toxuma deyilir. Baxın dəyərli tələbələr, biz bilməliyik ki, ilk öncə toxuma nədən təşkil olunmuşdur? Baxın, deyək ki, toxuma hüceyrələr və hüceyrə arası maddələr qrupudur. Yəni, toxuma hüceyrələrdən təşkil olunmuşdur və onları əhatə edən hüceyrə arası maddələrdən təşkil olunmuşdur. Baxın, bunu sxematik olaraqdan belə qeyd edə bilərik. Hüceyrə üstə gələk, hüceyrə bərabərdir toxuma. Yəni, bu şəkildə yadınızda saxlaya bilərsiniz. Mən aydın olsun deyə hüceyrəni müxtəlif simvollardan istifadə edərəkdən sizə izah etməyə çalışacağım. Yəni, bu hər hansısa bir mikroskopik anlayışı, mikroskopik göstərgəni ifadə etmir. Sadəcə aydın olsun deyə mən belə xüsusi simvolik işarələrdən istifadə edərəkdən dərsi sizə izah etməyə çalışacağım. Deməli, nə oldu? Deməli, toxuma hüceyrələrin birləşməyindən əmələ gəlmiş oldu. Yəni, belə yadınızda saxlaya bilərsiniz ki, hüceyrə üstə gələk hüceyrə bərabərdir toxuma. Yəni, burada 2 dənə hüceyrə qeyd olunub və 2 dənə deyil, milyonlarla hüceyrə, yəni en sayda hüceyrə birləşərək nəyə əmələ gətirmiş oldu? Toxuma əmələ gətirmiş oldu. Gəlin, indi baxaq görək, bəs toxuma hansı növ hüceyrələrin birləşməyindən əmələ gəlmişdir? Görün nə deyir? Cümlənin bir hissəsinə baxın. Deyək ki, quruluşu və mənşəyi eyni olan, yəni toxumanı əmələ gətirən hüceyrələr eyni quruluşlu və eyni mənşədə olan hüceyrələrdən təşkil olunmalıdır. Məsəl üçün, biz bilirik ki, biz hal-hazırda bitki toxumasından danışdığımız üçün bitki toxumasının üzərində mən sizə göstərmiş olacağım. Məsəl üçün, ötürücü toxumanı burada qeyd eləmişəm. Bir də örtük toxumasını göstərmişəm ki, bilirik ki, bunlar bitki toxumalarıdır. Məsəl üçün, tutaq ki, bu ötürücü toxumadırsa, artıq bu toxumanı təşkil edən, bunlar bizim yenə hüceyrələrimizdir. Hüceyrəni simvolik olaraqdan bu şəkildə qeyd eləmişəm. Baxın, bu bir hüceyrə, bu iki hüceyrə. İkisi birləşib, bir dənə toxumanı əmələ gətirib, ötürücü toxumanı əmələ gətiribdir. Görürsünüz, dəyərli tələbələr, bunları mən eyni şəkildə, eyni ölçüdə, eyni rəngdə qeyd eləmişəm simvolik olaraqdan. Yəni, bir toxumanı əmələ gətirən hüceyrələr eyni quruluşda olmalıdır. Tutaq ki, bu ötürücü toxumadırsa, artıq bu toxumanı əmələ gətirən hüceyrələr nə olmalıdır? Eyni quruluşda olmalıdır. İkinci şəkildə örtük toxumanı simvolik olaraqdan qeyd eləmişəm. Baxın, dəyərli tələbə, 2 dənə hüceyrədir. Yenidən onların forması, quruluşu eynidir və eyni mənşədən olmalıdır həmin bu hüceyrələr. Mənşə nə deməkdir? Yəni, eyni genlərə sahib olan hüceyrələr olmalıdır. Deməli, nə olmuş oldu? Deməli, toxumanı əmələ gətirən hüceyrələr eyni quruluşlu hüceyrələrdən təşkil olunmalıdır. Yəni, biz əgər ki, ötürücü toxumaya mikroskop altında baxsaq, oradakı hüceyrələrin hamısını eyni quruluşda görmüş olacağıq. Yəni, ötürücü toxumanı əmələ gətirən hüceyrələrdən birini bu formada heç vaxt görə bilmərik. Və yaxud da örtük toxumanı əmələ gətirən hüceyrələrin birini bu formada görə bilmərik. Yəni, hər bir toxumanın özünə xas eyni quruluşlu nələri olmuş oldu? Hüceyrələri olmuş oldu. Gəlin görək, toxuma başqa nələrdən təşkil olmuşdur? Başqa hansı hüceyrələrdən təşkil olmuşdur? Bildik ki, eyni quruluşlu və mənşəyi eyni olan hüceyrələrdən təşkil olunur. Baxın, görün sonra nə deyir? Eyni funksiyanı yerinə yetirən hüceyrələrdən. Yəni ki, tutaq ki, mən sizə yenə simvolik olaraqdan qeyd etmişəm. Burada ötürücü toxumadır. Ötürücü toxuma da bitki toxumasının növlərindən biridir. Yəni, ötürücü toxumanı artıq əmələ gətirən hüceyrələr eyni quruluşlu olmaqla bərabər, baxın, bu bir hüceyrə, bu iki hüceyrə, bunları qeyd eləmişəm. Yenə ikisi birləşib, bir ötürücü toxumanı əmələ gətiribdir. Artıq bu hüceyrələr ötürmək funksiyasını yerinə yetirəcəkdilər. Adından da göründüyü kimi, baxın, ötürücü toxuma. Yəni, bu toxumanı təşkil edən hüceyrələr nə edəcəkdilər? Eyni funksiyanı yerinə yetirəcəkdilər. Və yaxud da ikinci şəkildə türəci toxumanı simvolik olaraqdan qeyd etmişəm. Yəni, artıq bu türəci toxumanı əmələ gətirən bu hüceyrədə nə funksiyasını yerinə yetirəcəkdir? Törətmək funksiyasını yerinə yetirəcəkdir. Yeni hüceyrələr, yeni hissələr əmələ gətirmiş olacaqdırlar. Yəni, biz
ötürücü toxumanı təşkil edən hüceyrələrdə artıq biz digər bir hüceyrəni görə bilmərik. Məsəl üçün, biz törədici toxumanın təşkil edən hüceyrələrin içərisində ötürücü toxumanı görə bilmərik. Yəni, hər bir toxumanı təşkil edən hüceyrənin özünün eyni bir funksiyası vardır. Deməli, nə olmuş oldu? Deməli, toxuma hüceyrələrdən təşkil olunmuş oldu. Hansı hüceyrələrdən təşkil olunmuş oldu? Eyni quruluşlu və eyni mənşədən olan hüceyrələrdən təşkil olunmuş oldu və eyni funksiyanı yerinə yetirən hüceyrələrdən təşkil olunmuş oldu. Dəyərli tələbələr, izahım bu qədər. Ümid edirəm ki, hər biriniz üçün aydın olmuşdur izahım. Hər hansı bir sualınız olsa, rəy bölməsinə suallarınızı qeyd etməyi unutmayın. Sağ olun, salamat qalın.